İndi atamızın bu qədər var dövlətindən bizə nə qaldı? Bax gördüyün bütün bu ərazinin hamısı mirasdan mənə qaldı. Bəs bu qədər mirasdan mənə nə qalır? Heç sən, sənə də bu daşı vaxtı getdi. Ciddi mənə bir dənə daşı layiq gördü. Bu daşı nə edəcəm mən? İstəyirsən bir dənə mərmərci yapar, bəlkə dəyərli bir şeydir. Qaqa bu daşı mərmərci yapardım, deyir 400 manat verərəm, satım. Yox, sən hələ bir dənə də qızıl satan apar, gör o nə qədər qiymət verəcək. Məsələn sən qızıl satana kim deyə gedən bir dənə daşda 400 manat verirlər. Aparım satım bir dənə daşı verir, niyə bu qədər əziyyət çəkirəm? Ay nə tənbəllik eləyirsən, sən bir dənə mənim dediyim elə də. Yaxşı, sən deyən olsun. Qaqa qızıl satan da buna 4000 pul verir. Çox gözəl. İndi sənə bir dənə də adres verirəm, ora apar, gör onlar nə qədər qiymət verir. Qaqa qurban olaram, indiki zamanədə kimdir bir dənə daşa 4000 pul verir? Aparım satım onlara. Faiq, sən mənim dediyim elə, get bir dənə. Yaxşı qaqa. Qaqa bu daşa 5 milyon dollar qiymət qoydular. Çox normal bir şeydir. Çünki o daş dəyərli bir meteor parçasıdır. Bəs bunu bilirdin vaxtında mənə deyərdin. Məni niyə bu qədər kəsirirsən? Çünki sənə balaca bir dənə həyat dərsi vermək istədim. Əgər bir gün özünü dəyərsiz bilsən, heç vaxt buna görə üzülmə. Bil ki, olduğun yer yanlışdır. Və bir şey də unutma. Hər zaman dəyərlisən. Əsas olan odur ki, olduğun yer düzgün olsun.